124. ayə Və idibtələ İbrahimə rabbuhu bi kəlimətin fəətəmməhun. Xatırla o zaman ki, İbrahimi Rəbbi imtihan etdi. Bəzi kəlmələrlə imtihan etdiyini xatırla. Və o da o kəlmələri tam yerinə yetirdi. Qalə inni cəilukə linnəsi imamən. Və Allah Teala dedi ki, mən səni insanlara imam edəcəyəm. Qalə və min zurriyyəti. İbrahim Aleyhisselam dedi ki, zürriyyətimdən də imamlar et. Qalə la yenalu ahdi zalimin. Və Allah Teala buyurdu ki, mənim əhdim zalimlara yetişən, zalimlara çatan değildir. وَاذْكُرْ أَيُّهَا النَّبِيُّ حِينَ اِخْتَبَرَ اللّٰهُ إِبْرَاهِيمَ بِمَا شَرَعَ لَهُ مِنْ تَكَالِفِ. Ey Allah'ın elçisi, ey Peygamber sallallahu aleyhi ve sellem, hatırla o zaman ki Allah Teala İbrahim peygamberi seçti, ona buyurduğu şeriat kanunlarıyla mükellef olacağı şeylerle. فَأَدَّاهَا وَقَامَ بِهَا خَيْرًا قِيَامٍ. Ve İbrahim aleyhisselam onları yerine getirdi. Ve en hayırlı şekilde, en düzgün şekilde Allah Teala'nın buyurduklarını yerine getirdi. قال الله له إني جعلك قدوة للناس. Ve Allah Teala İbrahim peygambere buyurdu ki ben seni insanlara numune edeceğim. قال İbrahim Rabbi ec'al ba'da nesli e'immeten fadlen minke. Ve İbrahim peygamber dedi ki ey Rabbim neslimden, zürriyetimden olanların bazılarını imamlar et senin tarafından bir fazilet lütf olarak. فَاَجَابَهُ اللّٰهُ سُبْحَانَهُ اَنَّهُ لَا تَحْصُلُ لِلظَّالِم۪ينَ الْاِمَامَةُ فِي الدِّينِ. Ve Allah Teala ona cevap verdi ve buyurdu ki zalimlara dinde imam olmak hasil olan değildir. Ve bu da Allah Teala'nın lütfü, rahmetidir. Allah Teala İbrahim peygamberi imam etti. Hansı ki bütün dinler İbrahim peygamberi özüne imam hesap edir. Kitap ehli hamısı İbrahim aleyhisselamı numune olarak kabul edir. Hatta müşrikler bile. Ve Allah Teala İbrahim peygamberi bazı kelimelerle imtihan etti. Emir ve qadağanlarla. Necə ki bu Allah Teala'nın kullarına bir adetidir. Allah Teala insanları imtihan edir, emir ve qadağanlarla, yalancıyla sadiq seçilsin diye. O kəs ki imtihan vaxtı sabit dayana bilmir, sadiq insan ise sabit olur ve onun derecesi Allah yanında qalxır. Hörməti qalxır, əməlləri təmizlənir. İmtihan vaxtı dünyada baş verən imtihan, müsibətlərlə sadiq insanın hörməti qalxır. Və bu məsələdə də ən ucası İbrahim peyğəmbərdir. Allah Teala'nın onu imtihan etdiyi şeylərdə tam oldu. Kamil şəkildə oldu və Allah'ın kəlmələrini tam yerinə yetirdi və Allah Teala da onun bu əməlini qəbul etdi. Və buyurdu ki biz səni, yəni mən səni imam edəcəm. İmam, yəni insanlar dində nümunə götürəcəklər səni. Yəni dində imam o şəxsdir ki, insanlar onu özlərinə nümunə götürürlər hər bir əməllərində. Və sənin ardınca gedəcəklər öz əbədi səadətlərinə qovuşmaq üçün. Və sənin üçün daimi bir tərif olacaq. İnsanların dillərində əzbər olacaqsan. Səni xeyirlə xatırlayacaqlar. Və bu da Allah tərəfindən bir lütf fəzilətdir. Dində imam olmaq, insanların nümunə götürməsi və insanların dilində xeyirlə xatırlanmaq, dillər əzbəri olmaq uca bir məqamdır. Hansı ki, ulul azm, yəni qətiyyət sahibi peyğəmbərlər bu məqama çatıblar. Və onların da içərisində İbrahim aleyhisselam.
Və İbrahim əleyhissalam bu məqamın ona veriləcəyini biləndə Allahdan istədi ki, zürriyyəti üçün də olsun, ki, zürriyyətin dərəcəsi qalxsın. Və bu da İbrahim Peyğəmbərin imamlığının həqiqətidir ki, özü üçün hasil olan şeyi zürriyyəti üçün istədi. İstədi ki, zürriyyətində də imamlar olsun. İnsanları Allaha tərəf yönəldənlər olsun. Və bu da onun imamlığının, uca məqamının, dərəcəsinin bariz əlamətidir. Lakin Allah buyurdu ki, zalimlara mənim əhdim çatan deyil. Yəni, imamlıq, dində imam olmaq, dində nümunə götürülən şəxs olmaq zalimlar üçün deyildir. Əgər insan zalimdirsə, dində nümunə götürülən şəxs olan deyildir. Bu, Allah Taala'nın qoyduğu bir qanundur. Allahın sünnəsidir. Dində imam olmaq üçün insan zülmdən uzaq olmalıdır. İman və salih əməl sahibi olmalıdır. Uca, gözəl əxlaq sahibi. %125. ayə وَاِذْ جَعَلْنَا الْبَيْتَ مَثَابَةً لِلنَّاسِ Xatırla o zaman ki biz evi, yəni Kəbəni insanların qayıdış yeri etdik. Yəni insanlar daim ard-arda ziyarət üçün, həc və ümrə üçün insanların qayıdış yeri etdik. Və əmnən və insanlar üçün əminamanlıq bir yer etdik. وَاتَّخِذُوا مِنْ مَقَامِ İbrahimə musalla və buyurduq ki, İbrahimin durduğu yeri özünüzə namazgah götürün. وَعَهِدْنَا إِلَى İbrahimə və İsmailə أَنْ طَهِّرَ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْعَاكِفِينَ وَالرُّكَّعِ السُّجُودِ Və biz İbrahimə və İsmailə buyurduq ki, evimi tavaf edənlər, etikaf edənlər və yaxud da ibadətə qapananlar üçün, ruku və səcdə edənlər üçün təmiz tutun, pak tutun, təmizləyin. وَاذْكُرْ أَيُّهَا النَّبِيُّ حِينَ جَعَلْنَا الْكَعْبَةَ مَرْجِعًا لِلنَّاسِ Xatırla ey Peyğəmbər o zaman ki biz Kəbəni insanlar üçün qayıdış yeri etdik. Yəni haram evi insanlar üçün bir qayıdış yeri etdik. Yəni insanlar həm dini həm də dünyavi mənfəətlərini əldə etmələri üçün oraya tez-tez gəlirlər. يَأْتُونَهُ ثُمَّ يَرْجِعُونَ إِلَى أَهْلِهِمْ Ora qayıdırlar, sonra ailələrine qayıdırlar. Yenə də ora gedirlər və sonra yenə də ailələrine qayıdırlar. وَمَجْمَعًا لَهُمْ فِي الْحَجِّ وَالْعُمْرَةِ Həc və ümrə vaxtı onların toplanacaq bir yeri etdik. Tavaf və namaz üçün. Və onlar üçün əminamanlıq yeri etdik. لَا يُغِيرُ عَلَيْهِمْ عَدُوٌ فِيهِ Və orada Kəbədə düşmən onlara hücum edə bilməz. Və dedik ki, ittəxidu min məqami İbrahimə məkənən lissalati fihi. Və dedik ki, buyurduq ki, İbrahimin məqamını orada namaz qılmaq üçün yer götürün. Və huvel hacerullazi vaqafa aleyhi İbrahim ində bina'ihil Kəbə. Və məqamı İbrahim də daşdır. Hansı ki, İbrahim Peyğəmbər Kəbəni tikərkən o daşın üstündə dayanmışdır. Və o daşı da insanlar indi özləri üçün yəni namaz qılacaqları bir yer etmişdir. Hansı ki o da məqam İbrahim də yəni qara daşdan sonradır. Hansı ki Kəbənin indiki giriş qapısı ilə üzbəyüz. وَاَوْحَيْنَا إِلَى İbrahimə və ibnihi İsmail Və biz İbrahimə və oğlu İsmailə vəhy etdik ki, اَنْ طَهِّرَ بَيْتِ مِنْ كُلِّ رِجْسٍ وَدَنَسٍ Yəni mənim evimi pak, təmiz tutun, təmizləyin. Hər bir murdar, çirkin, pis şeydən لِلْمُتَعَبِّدِينَ فِيهِ بِالطَّوَافِ حَوْلَ الْكَعْبَةِ Yəni Kəbənin ətrafında tavaf edərək ibadət edənlər üçün və yaxud da məsciddə etikaf edənlər üçün və həmçinin məsciddə
ruku və səcdəyə namaz qılanlar üçün. Onlardan ötürü evi təmiz tutun. 126-cı ayə. وَإِذْ قَالَ إِبْرَاهِيمُ رَبِّ اجْعَلْ هَذَا بَلَدًا آمِنًا. Hatırla o zaman ki İbrahim dedi, ey Rəbbim, buranı, yəni bu evi Kəbəni əminaman bir şəhər elə. وَارْزُقْ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ مَنْ آمَنَ مِنْهُمْ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ. Və onlardan, yəni onun əhalisindən Allaha və qiyamət gününə, axirət gününə iman gətirənlərə hər növ məhsullar, meyvələrdən ruzi ver. قَالَ وَمَنْ كَفَرَ فَأُمَتِّعُهُ قَلِيلًا. Və Allah da buyurdu ki, yəni kim küfr edərsə, onlardan kim küfr edərsə, bir müddət dünyada zövq almaq, ləzzət almaq üçün izin verəcəyəm. ثُمَّ أَضْطَرُّهُ إِلَى عَذَابِ النَّارِ. Sonra onu cəhənnəm əzabına giriftar edəcəm. وَبِئْسَ الْمَصِيرِ. Və ora necə də pis bir qayıdış, dönüş yeridir. وَاذْكُرْ أَيُّهَا النَّبِيُّ حِينَ قَالَ إِبْرَاهِيمُ دَاعِيًا رَبِّ اجْعَلْ مَكَّةَ. Hatırla ey Peyğəmbər, o zaman ki İbrahim aleyhissalam dua etdi və dedi ki, ey Rəbbim, Məkkəni əminaman bir şəhər et. Qorxudan əmin bir şəhər, qorxu olmasın. وَارْزُقْ أَهْلَهُ مِنْ أَنْوَاعِ الثَّمَرَاتِ. Və onun əhlini müxtəlif növ səmərə, yəni meyvələrlə, müxtəlif növ ruzilərlə, məhsullarla ruziləndir. وَخُصَّ بِهَذَا الرِّزْقِ مَنْ آمَنَ مِنْهُمْ بِاللّٰهِ وَالْيَوْمِ الْآخِرِ. Lakin İbrahim aleyhissalam bu ruzini xüsusi olaraq Allaha və qiyamət gününə iman gətirənlər üçün istədi. Allah Teala buyurdu ki, وَمَنْ كَفَرَ مِنْهُمْ. Və kim də onlardan küfr edərsə, فَأَرْزُقُهُ فِي الدُّنْيَا وَأُمَتِّعُهُ مَتَاعًا قَلِيلًا. Mən dünyadayken ona ruzi verəcəyəm və müvəqqəti olaraq ona güzaran verəcəm. ثُمَّ أُلْجِئُهُ مَرْغَمًا إِلَى عَذَابِ النَّارِ. Və sonra onu özü istəməsə də belə cəhənnəm əzabına giriftar edəcəyəm. وَبِئْسَ الْمَرْجِعُ وَالْمَقَامُ هَذَا الْمَصِيرِ. Və bu qayıdış yeri, dönüş yeri nə pis də yerdir. Və Allah da bu ayədə bildirir ki, İbrahim aleyhissalam Allahdan istədi ki, axirət gününə, Allaha və qiyamət gününə iman gətirənlərə Allahla ruzi versin. Cavab da gəldi ki, Allah Teala yəni ruzini həm müminə, həm də kafirə verəcək. Günahkar insana və həmçinin itaətkar insana. Lakin kim küfr edərsə, dünyada ikən bir müddət ruzilənəcək, amma axirətdə isə şiddətli əzab vardır. 127-ci ayə. وَإِذْ يَرْفَعُ إِبْرَاهِيمُ الْقَوَاعِدَ مِنَ الْبَيْتِ وَإِسْمَاعِيلُ رَبَّنَا تَقَبَّلْ مِنَّا إِنَّكَ أَنْتَ السَّمِيعُ الْعَلِيمُ. Hatırla o zaman ki İbrahim ve İsmail Kəbəni, müqəddəs evin əsasını, bünövrəsini qaldırarkən belə dua etmişdi. Ey Rəbbimiz, bizdən qəbul et. Yəni bu əməli bizdən qəbul elə. Həqiqətən sən hər şey eşidən və hər şey bilənsən. وَاذْكُرْ أَيُّهَا النَّبِيُّ حِينَ رَفَعَ إِبْرَاهِيمُ وَإِسْمَاعِيلُ وَأُسُسَ الْكَعْبَةِ. Ey Allah'ın elçisi, ey Peygamber sallallahu aleyhi ve sellem, hatırla o zaman ki İbrahim ve İsmail Kəbənin bünövrəsini, əsasını qaldırırdılar. وَهُمَا يَدْعُوَانِ اللّٰهَ فِي خُشُوعٍ. Ve onlar da huşuyla Allah'a dua edirdiler ki Rabbena teqabbel minna saliha a'malina ve duaana. Ey Rabbimiz, bizim salih əməllərimizi, bizim duamızı qəbul et. İnneke entes semi'u li aqvali ibadik. Həqiqətən sən qullarının danışığını, sözlərini eşidirsən. El-alimu bi ahvalihim.
sən onların hallarını bilirsən. Və Allah da burada bildirir ki, İbrahim və İsmail, onlar Kəbənin bünövrəsini, əsasını qaldırarkən, bu əzəmətli işi yerinə yetirərkən necə onların halı qorxu və ümid içində idi. Bu qədər əzəmətli əməl edirdilər və bununla yanaşı Allaha dua edirdilər ki, Allah onlardan qəbul etsin. Qəbul olunsa faydası var insana. 128-ci ayə Rabbena vec'alna muslimin leke ve min zurriyetina ummeten muslimeten lek. Ey Rabbimiz, bizi yəni sənə təslim olan, yəni bizim hər ikimizi sənə təslim olan müsəlman birisi et və nəslimizdən, zürriyyətimizdən də sənə təslim olan, müsəlman olan ümmət ilə və ərinə mənasikənə və tub aleynə və bizə ibadət yerlərini və ibadət qaydalarını bizə göstər və bizi tövbəyə müvəffəq elə, tövbəmizi qəbul et. İnnəkə əntə təvvabur rahim, həqiqətən sən tövbələri çox qəbul edənsən, çox rəhimlisən. Rabbena vec'alna thəbiteyn aləl-İslam. Ey Rəbbimiz, bizi İslam üzərində sabit elə. Yəni sənin əmirlərinə tabi olan, qadağanlarına son qoyan, sənə təslim olan müsəlmanlardan et. Munqadin ilə əhkəmik, yəni sənin əhkamlarına boyun əyən şəxslərdən elə. Vəc'al min zurriyyətinə ümmətən munqadətən lək. Və bizim zürriyyətimizdən də sənə tabi olan, sənə boyun əyən bir ümmət ilə bil imani, yəni imanla və bəssirnə biməalim ibadətinə ləkə və bizə sənə ibadət etməyə ayinlər, yəni sənə ibadət ayinlərini bizə göstər. Və təcavəz an zunubinə və bizim günahlarımızdan keç. İnnəkə əntə kəthirut tövbəti alə ibadik. Həqiqətən sən qullarının tövbəsini çox qəbul edənsən. Vəsi'l rəhməti bihim və sən onlara geniş rəhmət sahibisən. İbrahim və İsmail həm özlərinə və həmçində zürriyyəti üçün dua edib Allahdan istəyirlər. İslam istəyirlər. Hansı ki, İslamın həqiqəti qəlbin boyun əyməsi, tabiçiliyi və Rəbbi qarşısında əyilməsidir. Hansı ki, bunu da bədən üzvlərinin tabiçiliyi, itaəti buna daxildir. Və burada mənasik deyəndə yəni bütün ibadətlər və həmçinin ehtimal da var ki, həc ayinləri buna daxildir. Həm həc ayinləri ola bilər və həmçində bütün dini ibadətləri özündə şamil edir. 129-cu ayə Rabbena vəb'ath fihim rasulən minhum. Ey Rəbbimiz, onların özlərindən olan onlara elçi, peyğəmbər göndər. Yətlu aleyhim ayətikə, sənin ayələrini onlara oxusun. Və yuallimuhumul kitəbə və hikmətə və yüzəkkihim, onlara kitabı və hikməti öyrətsin və onları təmizləsin. İnnəkə əntəl azizul hakim, həqiqətən sən məğlub edilməz, güc-qüvvət sahibisən, hikmətlisən. Rabbena vəb'ath fi hədihil ümməti rasulən min zürriyyəti İsmail. Ey Rəbbimiz, sən bu ümmətdə bir elçi göndər, İsmailin zürriyyətinə olan elçi. Yətlu aleyhim ayətikə, sənin ayələrini onlara oxuyan bir elçi göndər. Və yuallimuhumul Qur'anə və sünnə, onlara Qur'anı və sünnəni öyrətsin. Və bu ayədə keçən yuallimuhul kitəb və hikmə, onlara kitabı və hikməti, yəni kitab Qur'andır, hikmət isə sünnədir.
Ve yutahhiruhum mineşşirki ve su'il ahlak, ve onları şirkten ve pis ahlaklardan temizlesin. İnneke entel azizul lezi la yemteniu aleyhi şey'un. Egeten sen mağlup edilmez bir güç güvvet sahibisin. El hakimul lezi yeda'ul eşya fi mevadi'iha. Sen hikmetlisin, hansı ki el hakim manası her bir şeyi öz yerine koyan demektir. Ve Allah Teala onların duasını kabul etti. Ve elçi olarak Muhammed sallallahu aleyhi ve sellem'i gönderdi. Hansı ki onun sebebiyle İbrahim'in ve İsmail'in zürriyetine rahmeledi. Ve hususen İbrahim ve İsmail'in zürriyetine ve umumen de bütün mehlukata, bütün insanlara Allah Teala rahmeledi. Ve ona göre Allah Resulü sallallahu aleyhi ve sellem duasında deyir ki, ben atam İbrahim'in duasıyam. Ben atam İbrahim'in duasıyam.